Sonra gəlir Əl-Hədisur Rabi. 4-cü hədis. Bu da Əl-Bəra ibn Azib radiyallahu anhudan gəlir. Deyir ki, Əmərana Rasulullah sallallahu aleyhi və səlləm bisəb'in. Allah elçisi sallallahu aleyhi və səlləm bizə 7 şeyi əmr etdi. Və nəhənə an səb'in. Və 7 şeyi də bizə qadağan etdi. Əmərana bi'iyadətil mərid. Bizə xəstə ziyarətini əmr etdi. Və ittiba'il cənaiz. Və cənazələri izləməyi əmr etdi. Və təşmitil atis. Asqırıb əlhəmdülillah deyənə yarhamukallah deməyi əmr etdi. Buna təşmitul atis deyilir. Asqırıb əlhəmdülillah deyənə yarhamukallah demək. Və ibraril qasəm avil muqsim. And içərək səndən bir şey istəyənə, səndən bir şey tələb edənə onun istədiyini vermək. Bu da təfsilatı gələcəyində. Və nasril məzlum, məzluma yardım etmək. Və icabətid da'i, dəvətə icabət etmək. Və ifşəis səlam, salamı yaymaq. Bunları deyir, nədir? Bizə əmr etdi. Bu 7 şey. Və sonra gəlir ki, və nəhənə, artıq qadağan etdikləri gəlir. Və nəhənə an xavatim av an təxattumin bizzəhəb. Bizə üzükləri, üzük taxmağı və ya qızıl üzük taxmağı qadağan etdi. Və an şurbin bil fidda. Gümüş qabda içməyi qadağan etdi. Və anil məyəsir. Məyəsirləri bizə qadağan etdi. Məyəsirdə nədir? İpəkdən yastıqlar. Keçmişdə, həmən vaxtlarda qadınların ipək üzlü yastıqlar hazırlayırlar. Həmən o yastıqlardan gedir söhbət. Və anil qasiyi. Qasiyi də bizə qadağan etdi. Qasiyi də nədir? İpəkdən hazırlanmış paltar. Bu paltar da necə bir paltardır? Misirdə bir bölgədə hazırlanan paltar idi. Adı da oradan götürülüb. Bir hissəsi adi parça, bir hissəsi ipək. Bir hissəsi belə dalğalı, bəzəkli bir ipək paltarın adıdır. Onu da qadağan etdi. Və an lubsil harir vəl istabraq vəl dibəc. İpəyi, istabraq və dibəci bizə qadağan etdi. Üçü də ipəyin növləridir. İncə ipək, adi ipək, incə ipək, qalın ipək. Bunları deyir, nədir? Məsələn, atlas və s. Yəni, ipəyə aid olan növlərdir. Bunları bizə nədir? Qadağan etdi. Bu hədisi də İmam Buxar rəvayət edib 5175-ci hədisdir və Muslim rəvayət edib 2066-cı hədisdir, qardaşlar. İndi burada Bəra ibn Azib nə dedi? Peyğəmbər sallallahu aleyhi ve sellem bizə 7 şeyə əmr etdi. Biz buradan necə başa düşməliyik? Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellemin bütün ümmətə əmr etdiyi sadəcə 7 şeydən ibarət idi, yoxsa necə? Əsas idi. Yəni, əsas da deməyək. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem əmr etdiklərindən 7-si. Peyğəmbər sallallahu aleyhi ve sellem çox şeylər əmr edib. Bəli, bu sadəcə həmən o şeylərdən 7-sidir. İndi ola bilər ki, şeyx də burada deyir ki, ola bilər ki, Bəra ibn Azib bunu bir xütbəsində Peyğəmbər s.ə.v eşitib və yaxud da ki, bir neçə xütbəsində eşitib, əzbərləyib, toplayıb. Ümumən deyir ki, bizə 7 şey əmr etdi. Yəni, əmr etdiyi şeylərdən 7-si deyək. Və ya qadağan etdiyi şeylərdən 7-si deyir burada. Qadağan etdiyi şeylər ondan da çoxdur. Məsəl üçün, burada şirk gəldi, yox. Adam öldürmək gəldi, yox. Oğurluq gəldi, yox. Namuslu, iffətli qadınlara zina böhtəni atmaq gəldi, yox. Və s. Yəni, gəlmədi. Deməli, burada qadağan olunanlardan 7-si olaraq başa düşülür. Həmçinin əmr edilənlər məsələsi. Namaz, oruc, zəkat, həc gəldi burada? Yox. Onlar da əmr olunanlardır. Burada yəni, biz bu cür başa düşürük ki, bu cür hədislərdə, yəni, əmr olunanlardan 7-si. Sadəcə 7-sini bizə bildirdi burada. Və qadağan olanlardan 7-si. Və bunlar da özü-özlüyündə mühüm məsələlərdir. Özü-özlüyündə mühüm məsələlərdir və müsəlmanların biri-biri arasında, müsəlmanlar arasında olan haqlardandır. Məsələn, görsən, salam qaytarmaq, xəstə ziyarət etmək, cənazə iştirak etmək, asqırana yarhamukallah və s. Və bunlar hamısı nədir? Müsəlmanların bir-biri arasında olan haqlardır. Həmən bəziləri. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bunları vaxt keçdikcə, vaxtaşırı müsəlmanlara, səhabələrə bunları təbliğ eləyib, çatdırıb və onlar da bizə çatdırıb. Allah onların hamısından razı olsun. Və həmçinin bunlar nədir, qardaşlar? Əxlaqı gözəlləşdirən, əxlaqın gözəlliyini tamlaşdıran məsələlərdəndir.
Məsələn, onlardan birinci məsələ. Əmərənə bi-iadətil mərid. Bizə deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm xəstələri ziyarət etməyə əmr etdi. Deməli, burada nə var, qardaşlar? Şəriətin təşviqi var. Və həmən xəstə ziyarətində çoxlu məsləhələr var, çoxlu faydalar var. Və biz burada da bu hədisin zahirindən də görürük ki, bu ümumən bütün müsəlmanların biri-biri arasında olan təkid olunmuş sünnətlərdəndir, təkid olunmuş haqlardandır. Əgər deyir insan bu xəstə ziyarətini tərk eləyərsə, xüsusilə də, məsəl üçün, valideyn xəstədir, onu ziyarət eləmir. Və ya, bax, ona bu cür çox yaxın insanlar xəstədir, onu ziyarət eləmir. Bu, deyir, əlaqələri kəsməyə və valideynin üzünə ağ olmağa belə girir. Məsəl üçün, insanın valideyni xəstədir, onu ziyarət eləmir. Bu, valideynin üzünə ağ olmaq, uququl valideyn. Valideynin üzünə ağ olmaq böyük günahlardandır. Xəstə ziyarət etməmək, valideyn xəstədir, sən onu ziyarət etmirsən, bax, bu onun, belə deyək ki, üzünə ağ olmağa girir. Və şübhəsiz ki, yəni, xəstə olmasa da sən onu ziyarət etməlisən. Valideyni ziyarət etməmək, onunla əlaqəni kəsməyə və üzünə ağ olmağa aiddir. Valideyni ziyarət etməmək, valideynin üzünə ağ olmağa və böyük günaha aiddir. Yəni, xəstə olarsa xüsusilə, yəni, biraz edib ki, bu daha da artır. Xəstə olarsa, əlbəttə, sən onu adi müsəlmanlar arasında haqlardandır. Xəstənin ziyarəti, xəstələndiyi zaman ziyarət etmək. Görürsən, digər xəstə gəl, müsəlman üzərində haqlı. Müsəlman üzərində haqqı xəstələndiyi zaman ziyarət etmək. Öldüyü zaman cənazəsində iştirak edir. Bunlar müsəlmanın bir-birləri üzərində haqlarıdır. Yəni, bir də var ki, sənin valideynin olur. Valideyn burada nətərdir? Haqqı daha çoxdur. Yaxşı, nə qədər vaxtdan bir ziyarət eləyək? Xəstədir bir müsəlman. Onun halına uyğun. Onun halına, əgər onun üçün heç bir problem yoxdursa, sən onu tez-tez ziyarət etməyində, sən də onu tez-tez ziyarət edə bilərsən. Hətta hər gün belə ziyarət edə bilərsən. Amma yox, məsələn, adam ağır xəstədir, məsələn, səs götürmür və s. və s. Orada şübhəsiz ki, sən bu şeylər riayət etməlisən. Birincisi qısa olmalıdır. Ona əziyyət verməməlidir. Bu da deməli, nəyə uyğun olur, qardaşlar? Xəstənin halına uyğun. Elə adam var ki, məsəl üçün, elə bir xəstəlikdir ki, onun yanında nə qədər adam olsa, nə qədər o kimlənsə danışsa, söhbət eləsə, onun üçün daha yaxşıdır. Bəli, bunu sən hər gündə ziyarət edə bilərsən, heç bir problem yoxdur. Əksinə sən bununla nə yersən, savab qazanarsan. Ona görə nədir? Burada bu cür məsələlərdə də xəstənin halına qayıdır məsələ. Sonra gəlir ikinci əmr. İttiba'ul cənazə. Yəni cənazənin ardınca getmək. Burada da bu sözdən nəzər tutulan nədir? Cənazə namazını qılmaq, onu dəfn etmək. Əsas budur. Amma məsəl üçün cənazəni yumaqdır, kəfənləməkdir və s. Bunlar da nədir? Müsəlmanların yenə biri üzərində olan haqlarındadır, amma fardul kifayədir. Yəni bir qrup insan bunu eləyəndə digərlərinin üzərindən bu qalxır. Hətta cənazə namazı da belədir. Cənazə namazı özü də belədir. Bir qrup müsəlman bunu eləyəndə digərlərinin üzərindən qalxır. Amma burada sırf cənazəni təqib etmək, cənazə namazı qılmaq və təqib etməyə xüsusi bir təşviq var. Xüsusi, əlavə olaraq təşviq. Yəni, haqdan əlavə digərlərinə də bir təşviq var. Məsəl üçün, cənazəni yumaqdır. 2-3 nəfər, 4 nəfər adam bunu yuyanda olur. Eyni zamanda kəfənləyəndə. Düzdür? Bunu bütün ümmət və yaxud da bölgədəki bütün müsəlmanlar bunu eləyən şey deyil ki, bir qrup insan. Amma məsələn, cənazə namazı nə qədər insan istəsə burada iştirak edə bilər və buna şəriət təşviq edib. Ona görə bax, cənazə namazını qılmağa bir qirat savab var. Bir qirat da nədir? Uhud dağı boyda bir savabdır. Sonra onu, cənazəni təqib edib, hətta dəfn eləmək, bu zaman 2 qirat savab var. Yəni, həm cənazə namazını qılırsan, həm də hətta ardınca gedib dəfn eləyirsən. 2 qirat. Yəni, şəriət buna xüsusi təşviqat edib. Şəriət buna xüsusi təşviq edib, rəğbətləndirib ki, insanlar bunu etsinlər. Yəni, bir qrup insan eləyəndə onsuz da fardul kifayədir. Yəni, kifayət eləyir. Əgər insanlar etməsə, bir qrup belə insan bunu etməsə, bütün müsəlmanlar günah qazanır. O başqa. Amma bir qrup insan bunu etdi, cənazə namazını qıldı, apardı, dəfn etdi, bu kifayət eləyir.
Amma əlavə olaraq şəriət təşviq edib qoy daha çox insan getsin. Daha çox insan getsin. Həm cənazə namazında iştirak etsin, həm dəfnində iştirak etsin. Və əlavə olaraq Allah Azza və Cəllə onlara bax bu cür savab versin. Sonra gəlir üçüncü olaraq qardaşlar təşmitul atis. Təşmitul atis nədir? İnsan asqırır və Allaha həmd eləyir. Və bu zaman sən ona yarhamukallah deyirsən. Buna təşmitul atis deyilir. Bəs yaxşı, asqıranda niyə görə insan əlhəmdülillah deyir? Bunun bir-birinə uyğunluğu nədir? Niyə görə insan həmişə əlhəmdülillah deməlisən? Hər zaman Allaha şükür etməlisən. İnsan asqıranda deyir, onun bədənindən bir buxar çıxır. Asqıranda ki, o çıxan o buxar yoxdur, bədən onu uzaqlaşdırır. Əgər deyir, o bədəndə deyir, həbs olunub qalsa, bu bədən deyir, zərər eləyər. Bədən üçün zərərlidir. Ona görə deyir, Allah Azza və Cəllə bu asqırmaq vasitəsilə onu səndən uzaqlaşdırdığı üçün münasibdir ki, sən Allaha həmd eləyəsən. Bəli, yəni həmən o buxarın sənin bədənindən çıxması Allahın sənə verdiyi bir nemətlərdən biridir. Ona görə də, buna görə sən Allaha həmd eləyirsən. Sonra, digər məsələ qardaşlar, asqıranda insan bədəni necə titrəyir? Heç olmadığı kimi, bütün əzaları bəlkə də tərpənir, düzdür? Deyir, bax, həmən bu asqırdığı zaman insanın bədəninin şiddətli bir sirkələnməsi baş verir, titrəməsi baş verir. Və asqırdıqdan sonra, bədəninin o titrəyişdən sonra salamat qalmasına görə insan münasib olur ki, Allah həmd etsin. Və sonra burada indi bir məsələ var. Yaxşı, biri asqıra durub. Nə qədər biz ona yarhamukallah deyirik? 3 dəfə. Əgər biri asqırırsa, bir dəfə asqırır, əlhəmdülillah deyirsən, yarhamukallah. 2 dəfə dedi, yenə deyirsən. 3 dəfə deyirsən, 3-dən sonra deməli artıq asqırırsa, bu xəstəlik əlamətidir. Bu zaman sən ona Allahdan şəfa diləyirsən. Bax. Amma az sayda asqırıq xəstəlik yox, əksinə sağlamlıq əlamətidir. Bir dəfə asqırmaq, 2 dəfə asqırmaq, məsələn, əksinə sağlamlıq əlamətidir. Amma çox sayda asqırmaq xəstəlik əlamətidir. Yaxşı. Asqırıb əlhəmdülillah dedirsə bir kəs. Bir nəfər ona yarhamukallah desə kifayət eləyir, 2 nəfər, 3 nəfər, yoxsa hamı deməlidir? Hamı deməlidir. Sahih olan odur ki, hamı deməlidir. Çünki bu hədisə, bu və bunun kimi digər hədislərə əsasən. Görürsən, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə 7 şeyi əmr etdi. Əmr vacibliyə dəvət edir. Onlardan biri nədir? Bir nəfər asqırıb, əlhəmdülillah deyərsə, ona yarhamukallah demək. Deməli, bir nəfər asqırsa, əlhəmdülillah desə, hamı ona yarhamukallah deməlidir. Bu vacibdir. Yeri gəlmişkən, namaz qılan vaxtı asqırsan, əlhəmdülillah. Bəli, namazda insan asqırarsa, özü əlhəmdülillah deyə bilər. Amma artıq bu zaman digərləri ona yarhamukallah deyib dua etmir. Çünki bu artıq namazda artıq danışmağa girər digərləri üçün və namazlarını poza bilər. Amma həmən adam asqılıb özü əlhəmdülillah deyə bilər. Deyə bilər də, demək şəhətdir. Biri namazı qılanda fərq yoxdur. Fərq yox, deyəm. Orada özü deyə bilər. Biz amma qılmırıq. Yox. Biz yarhamukallah. Yəsə yavaşca deyə bilərsən yarhamukallah. Onun başını qarışdırmamaq və deyə bilərsən. Amma məsəl üçün bir adam asqırır görürsən, amma əlhəmdülillah demir. Bu ya cahillikdəndir, ya bilərək demir, düzdür, ya unutqanlıqdandır, bilir, unudur və yaxud da heç bilmir bunu. Bu zamandır, bu insan öyrədilir. Yəni o ürəyində deməməlidir onu. O açıq deməlidir. Öyrədilir.